Sizcə sadiq müştəri olur, yoxsa harda ucuz da oradan alırlar? Deməli, iqtisadi nəzəriyyədən universitetdə bizə keçirilən ilk dərslərdən birində bizə öyrədirlər ki, tələb təklif var. Yəni qiymət yüksək olduqca tələb azalır, qiymət düşdükcə tələb çoxalır. Mənim bu iqtisadi nəzəriyyədə deyilənlərdir. Bir də var mənim təcrübəmi indi sizə deyirəm. Azadlıq metrosunun, Azadlıq prospektində bir dükanım var idi. Hələ 2010-cu illərdən danışım. Mənim daimi müştəriləri var idi. Bunlar bir ara azalmışdı. 2009-da krizdən sonra azalmışdı. Mən də qərar verdim ki, başqa bir adla öz dükanımın yanında başqa bir dükan açım. Orada daha ucuz məhsulları təqdim edeyim, ayaqqabıları. Tam başqa adla heç bilmədilər ki, mənim dükanımdır. Açdım və o vaxtda kamera falan sistemləri təzə başlayırdı. Kamera da var idi. Mən kamerada həmin bizdən qaçan müştərilər gördüm. Hansı ki, normalda biz əvvəl bahalı mallar satırdıq. Həmin müştərilər gəlirdi, baxırdı, dedi gələrik, dəyəri yaxşıdır. Sonra bir fikirlərlə aralaşırdılar, almırdılar. Həmin müştəriləri mən digər açdığım dükanda görürdüm ki, gəlib ucuz mallar alıb gedirlər. Yəni sadiq müştəri yoxdur. Siz gərək daimi bazara uyğunlaşasınız və elə təklif eləyəsiniz ki, müştəri maliyyə cəhətdən sizin rəqiblərə baxanda daha sərf eləsin müştəriyə ki, sizdən alsın.